Üç gündür ki Zəhra kızının kardeşi yoktu, Can Zeynep. Kardeşleri məktəldə qalıb, yoldaşı yoktu. Ay qeyrətdir cavanlar. Abbasın əli yoktu, Hüseynin başı yoktu. Aman aman, aman aman, aman aman. Azizim güzel rozesin dedi, aziz kardeşim. Hanım Zeynep Kufədə zindanda gördü, İmam Səccad yoktu. Elə narahat oldu. Allah mənim kardeşim yadigarı hani. Üstünden biraz geçti, gördü İmam Səccad gelip, ama o kadar ağlayıp gözleri şişip, gözler kıpkırmızı kan bağlayıp, Səccadın bala hardaydı? Dedi Bibican gitmiştim Kerbela'ya, atamı defnelemeye. Aman aman, aman aman, aman aman. Ey, geldi neyledi, gördü bir o yere o kadar taş tökübler, o kadar xəncər paraları tökübler. Axdardı çölü, alemi gərgi muhən etdi. Bir köhnə həsirə şəhidini kəbən etdi. Məzlum Hüseyin, məzlum Hüseyin, məzlum Hüseyin. O ki dedim mənim axırıncı məclisimdir bugün, qurban olaram sizə. Elə gələndə fikirləşdim ki, nə rozəsi oxuyum, qəlbimdən keçdi ki, vida rozəsi oxuyum. Mənim də axırıncı məclisimdir. Bir də bilmirəm, Allah ömür nəsib eləyəcək, gəlim, siz Hüseynçilərin xidmətində olum, yoxsa yox. Gördülər İmam Hüseyin ağam meydana gedir, daldan bir səs gəlir, Məhlən, Məhlən, kardeşi bir dayan, Yəblə Zəhra. Xanım Zəhranın adı gələndə İmam Hüseyin dayandı. Bacı Zeynep, bacı Zeynep, anamın adını niye getirdin? Dedi Hüseyin, anamın vəsiyyətidir. Hüseyin başını kaldır yukarı. Gördüler Zeynep, o dodakların koydu İmam Hüseyin'in susuz boğazla boğazına. Hüseyin gecəni Allah'a tapşırdım, kardeş, gecəni Allah'a tapşırdım. Ravi diğer gördü İmam Hüseyin meydana gec geldi, yubandı. Dedi yəqin beyət eləyəcək. Ama tellin üstüne çıkıp bakanda gördük
İmam Hüseynin ətrafın 40'dan artıq balaca qız uşağı tutub. Ah, İmam Hüseyin izləyir meydana gedər. O balaca qız uşaqları qoymayır. Köynəyindən yapışır, salır yerə. Axı adamın çətin günü olsa neyləyər? Ana qapısına gedər. Fərq eləməz cavan olsun ya qoca olsun. İmam Hüseyin ağa üzün tutdu Bəqi səmtinə. Ana ya Fatimə gəl. Dərd qəmim çoxdur yana. Ya Allah, qalmışam qızlar əlində, alanım yoxdur ana. Uzen, ay maşallah, səs ver Uzen. Qalmışam qızlar əlində, alanım yoxdur ana. Bu rozəni də kimin ki evində qız uşağı var, onlar gözəl məndən təhvil alar. İmam Hüseyin hərəkət verdi Zülcənahə, gördü Zülcənah getməyir. Zülcənah niyə dayanmısan? Dayanmaq vaxtıdır, qardaşım ölüb. Əbəl Fəzlim ölüb. Əli Əkbərim ölüb. Qasimim ölüb. Qeyrətli kişiyəm, niyə dayanmısan? Gördü o at başını saldı aşağı. Yəni ağa bax gör keçə bilirəm ya yox. Ağa baxanda gördü rüqəyyədi. Belə məcər zərb yerə. Baba getmə baba. Nalələrinizi gizlətməyin cavanlar. Xanım Zəhra bu nalələrə müştəridir. Baba getmə baba, getmə baba. Ay 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 ay. Əmim də getdi qayıtmadı. Qardaşım da getdi qayıtmadı. İmam aldı bu balanı qucağına. Baxdı dedi atacanı. Sən at üstdən payı piyadəmən. Nə qədər qaçım dayanım baba. Səni bibimin canı bir dayan, başıma gəlib dolanım baba. Aman, aman, aman. Amma bu rozəni məndən istəyiblər. Bu rozəni istəyiblər. Deyirlər ki, qoy biraz rozəni keçim qabağa. Xanım Zeynəb hamını mindirdi kəcaviyə. Özü də mindi. Kərbəladan ayrılır. Amma ürəyi qalıb Kərbəlada. Necə qardaşını qoysun getsin. Dedi Hüseyin, bu çölə gəlmiş idim izzət ilə, yavər ilə. İndi Şamə gedirəm şimri cəfa pərvər ilə. Hüseyin dur dua eylə məni bu kəsilən əllər ilə. Deyirlər onda İmam Hüseynin kəsik boğazından səs gəldi, təkbir səsi gəldi. Allah! Allah, Allah, Allah. Xanım Zeynəb baxır sağa, baxır sola. Allah bu kimdir? Azam verən kimdir? Axı mənim bu çöldə bir adamım qalmayıb. Uşaqların hamısını mindirmişəm kəcaviyə. Gördü yenə səs gəlir.
Allahu Ekber. Dönüp dalı bakanda gördü İmam Hüseyin'in kesip boğazından ses gelir. Zeynep Xudabiz bazı balalarımla muğayet ol, Rüqeyyemle muğayet ol. Uzen. Bu roza da yadıma düştü. Heç oxumayacaqdım vallah. Deyirlər 3 nəfər əmanəti saxlamaqda xəcalətli olub. Onlardan biri kim idi? Biri ağamız Əli idi. Gətirdi anamız Fatimə-i Zəhranı qoydu qəbrə, başını saldı aşağı. Ya Rasulallah, məni bağışla, əmanətimi saxlaya bilmədim. İkincisi kim idi? İmam Hüseyin özü idi. Elə ki Cənab-ı Qasimin cənazəsini atlar ayağının altından yığdı, üzün tutdu Bəqiyyə, qardaş Həsən. Balavı qoydular atlar ayağının altında. Üçüncüsü kim idi? Üçüncüsü xanım Zeynəb idi. Ey, elə ki ərbəyində gəldi, İmam Hüseynin qəbrin ziyarət eləyəndə başın saldı yacağa. Üzen, bu hamını gədirmişəm. Üzen, işıqlı gün mənə səndən sonra qara gecədir. Denən görüm bacın özün yaraların necədir ay qardaş. Ama bir söz dedi, dedi Hüseyin, hərəmlərin tək məndə səlamətəm qardaş, fəqət Rüqəyyə balanla xəcalətəm. Hüseyin balon xərabədə acından öldü ay daday. Uca deyin ya Hüseyin, ya Hüseyin, ya Hüseyin.